Böyük qayıdış proqramı çərçivəsində azad olunan ərazilərə vətəndaşların geri qaytarılması prosesi davam edir. Bilirsiniz ki, Ağdama ilk qayıdış Sarıcalı kəndindən başlayıb. Növbəti mərhələdə kəndə 34 ailə olmaqla 141 nəfər köçürülüb. Bununla yanaşı Xocalıya da köç prosesi həyata keçirilib. Ballıca kəndinə də növbəti mərhələdə 21 ailə olmaqla 83 nəfər köçürüldü. İllərlə doğma yurd yuvasından didərgin düşən sakinlərimiz artıq həsrətində olduqları ev eşiklərinə çatıblar. İşğaldan azad olunan Ağdam rayonunun Sarıcalı kəndinə və Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salındı. Bu mərhələdə Sarıcalı kəndinə 34 ailə 141 nəfər, Ballıca kəndinə isə 21 ailə 83 nəfər qayıtdı. Qayıdan sakinlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısına əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür etdilər. Onlar həmçinin Rəşadətdə Azərbaycan ordusuna minnətdarlıqlarını bildirib, şəhidlərimizə rəhmət dilədilər. Bugün çox sevincliyəm, həddindən artıq çox sevincliyəm ki, öz doğma torpaqlarıma qayıdıram, torpağımıza qayıdıram. Cənab Prezidentimizin dəmir yumruğu sayəsi nəticəsində Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı. Həmişə toy məclislərində belə bir məsəl çəkirdik, gün o gün olsun ki, Qarabağda toyumuz eləyək. O gün bugündür. Çox sevincliyəm, çox belə xoşbəxtam ki, torpağıma gedirəm, öz vətənimə qovuşuram. Sevinir ki, doğma yurdumuza, vətənimizə qayıdırıq. Oradan neçə yaşınızda çıxmışdınız, neçə nəfər çıxmışdınız, o anları bir xatırlada bilərsiniz bizə? Ailə böyük, yəni ata, ana, valideynlərlə 21 yaşında gəlmişəm. İndi Allah 55 yaşım var, özümün ailəm var, övladlarım var. Onlarla bir yerdə öz doğma vətənimə qayıdırım. Vallahi bizim böyük sevincimiz də var, kədərimiz də var oğul. Sevincimiz odur ki, elimiz obamıza gedirik, şükür Allahın dərgahına. Kədərimiz də odur ki, çoxlu şəhidlərimiz olubdur. Biz elə cavan gəlin idim mən oradan çıxanda, özüm də yaralanıb eləmişdim. Birinci müharibədə barmaqlarım zadım kəsilmişdi. Birinci müharibədə. Oğlum yaralanmışdı, özüm yaralanmışdım. Yəni də yaşdaşanda da qayıdıram da, qocalıb qayıdıram, 73 yaşım var. Bugün mən nənə qurduma qayıdıram, ailəmi çox sevirəm. Xatırladaq ki, Xocalı 1992-ci il fevralın 26-sında işğal olunmuşdu. Ermənilər bir gecədə şəhərdə amansız soyqırım aktı törətmişdilər. Xocalı 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində azadlığına qovuşdu. Hazırda Ballıca kəndi də daxil olmaqla Xocalıda bərpa tikinti işləri sürətli şəkildə davam edir. Sarıcalı kəndi isə 1-ci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə işğal olunmuşdu. Kənd viranə vəziyyətinə qoyulmuşdu. Evlər, abidələr, obyektlər məhv edilmişdi. 44 günlük vətən müharibəsində qazandığımız qələbədən sonra üç tərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-sində Azərbaycana qaytarılıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər yaşayıb. Hazırda kənddə bərpa işləri aparılır. Kənd 425 ailə, o cümlədən 1873 nəfər üçün planlaşdırılıb. Martın 27-sində Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirmişdi ki, işğal dövründə Ağdam şəhəri tamamilə sökülmüşdü. Yerlə yeksan edilmişdi və Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Və biz Ağdamı yenidən quracağıq. İndi quruculuq işləri aparılır, geniş miqyaslı quruculuq işləri. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dözdolanlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən orada heyvan saxlayırdı. Bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur.
Qeyd eləyək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yeni fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır.